İzzət bəy, niyə dövlət qulluğu? Mən hal-hazırda işləməyimə baxmayaraq fikirləşdim ki, daha ixtisasıma uyğun perspektivli sahələrə yönələ bilərəm və bunu nəzərə alaraq dövlət qulluğuna hazırlaşmaq qərarına gəldim. Kurs gedişatında sizdə kursla bağlı müsbət və mənfi fikirlər nədən ibarət idi? Açığını deyim ki, mənim özümdə bəzən mənfi fikirlər oyanırdı. Sadəcə olaraq bu dövlət qulluğunun gedişatında bəzən dərslərin çoxluğu, bəzən isə çətinliyi insanda bu mənfi düşüncələrə uyub bu yoldan uzaqlaşmağa gətirib çıxarda bilər. Mən gözəl nəticə əldə edildikdən sonra onun şahidi oldum ki, həqiqətən o mənfi düşüncələr hamısı bəhanələrdən irəli gəlir. Biz qrupda 10 plus, bəzən 15-ə yaxın uşaq olurduq. Amma belə deyim ki, mən ən yüksək nəticəni əldə elədim. Yəni ki, o bəhanələrə, mənfi cəhətlərə uymamaq əsasən öz üzərində işləməklə gözəl nəticəni əldə etmək mümkündür.